Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bəli, bildiyiniz kimi MİQ üzrə imtahana sayılı günlər qalıb və bu günlərdə sizlərə dəstək olmaq üçün ümumi sınaq təşkil etmişik. Həm riyaziyyat, eyni zamanda Azərbaycan dili və kurikulumdan. İndi isə mənim üzərimə düşən öhdəlik Azərbaycan dilinin suallarını izah etməkdir. Gəlin başlayaq suallara. Sual 1. Cümlələrin birində mübtədanın ifadə vasitəsi zərfdir. Gəlin hər bir cümləni təhlil edək. Bəli, verilən hər bir cümləni sintaktik təhlil etdik. Şübhəsiz ki, modaldır, təhlil olunmur. Buralar bir zaman evlərlə dolu olacaq. Nə edəcək dolu olacaq? Birlikdə xəbər. Buralar mübtəda, bir zaman, nə vaxt, nə zaman zərflik. Evlərlə nə ilə tamamlıq. Yazıları kərpiclərə özü çap etmişdir. Çap etmişdir xəbər, kim özü mübtəda, nəyə kərpiclərə, nəyi yazıları. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycanın mədəniyyət paytaxtıdır. Üçüncü növ təyini söz birləşməsi olduğuna görə xəbər, Şuşa mübtəda. Rayonda bütün yollar yenidən qurulur. Rayonda zərflik, bütün təyin yollar mübtəda, yenidən zərflik, qurulur xəbər. Bu yerlərə bir də gəlmə ay oğul. Ay oğul tərkibində görürük ki, xitab var. Bu hissədə nida, ay nidadır. Ay oğul birlikdə müraciət bildirir. Ona görə sintaktik təhlilə cəlb olunmur. Gəlmə, xəbər, yerlərə zərflik, bu təyin. İndi suala bir daha qaydaq. Mübtədanın ifadə vasitəsi zərfdir. Cavabımız A variantı olacaq. B-də mübtədanın ifadə vasitəsi əvəzlik. C-də mübtədanın ifadə vasitəsi zaman məzmunu bildirən isim. D-də mübtədanın ifadə vasitəsi isim, Y-də mübtədanın ifadə vasitəsi mübtədamız yoxdur. Bax, sən gəlmə. Mübtədamız yoxdur. Sən olsaydı, sən götürülərdi. Cavabımız olacaq bir də A variantı. Maraqlı sualla davam edək. Hansı cümlənin mübtədasını həm də başqa bir cümlə üzvü kimi düşünmək mümkündür? Özləri mübtədaları fərqləndiriblər, altına xətt çəkiblər. Gəlin görək, hansında fərqləndirilən sözü başqa məzmunda da düşünə bilirik və avtomatik belə olduğu halda başqa məzmunda düşünürüksə, deməli, əsasən həmin məzmunlu nümunə başqa cümlə üzünə çevrilir. Cavabımız B variantıdır. Deyirəm ki, odunçu, yəni məsələn, odunçunun adı tutaq ki, Asəfdir. Asəf Vaqifin oğluna xeyli kömək etdi. Burada odunçu mübtədadır. Kim Vaqifin oğluna xeyli kömək etdi? Odunçu, müəllim, həkim və s. Bu bunun sənətidir. Kiminsə sənətidir. Bir də var deyirəm ki, 5 nəfər Vaqif tanıyıram. Məhz müəllim Vaqifdən yox, həkim Vaqifdən yox, odunçu Vaqif var ha, ondan söhbət gedir. Hansı Vaqifin oğludur ki, ona kömək etmişdik? Məhz həkim Vaqifin yox, odunçu olan Vaqif. O səbəbdən cavabımız olacaq B variantı. Bunu digər nümunələrlə də səsləndirim. Məsələn, biri var deyirəm ki, usta Mahir. Usta təyin, Mahir mübtəda olmuş olacaq. Cavabımız oldu B variantı. Sual 3. Dəfələrlə bu tip işləmişik və imtahan sualına belə çevrildi həmin sual tipi. Biz bilməliyik ki, yiyəlik hallı sözün yanında frazem varsa, düsturda belə vermişik. Yiyəlik hallı söz, üstəgəl frazeoloji birləşmək gələrsə, düşünmədən, tərəddüd etmədən həmin cümləni bütövlükdə xəbər götürməlisiniz. Cavabımız o səbəbdən olacaq Y variantı. Yaxşının kefinə soğan doğramışdılar. Məsələn, Aydanın bu saatdan xoşu gəlir. Orada da hamısı bir yerdə xəbər olacaq. Cavabımız olacaq Y variantı. Sual 4. Deməli, dialoqla bağlı buraxılan durğu işarələrini özü də ardıcıllıqla tələb edir bizdən. Akif müəllim Həsəndən soruşdu. Həsən, sən bugünkü yarış üçün hansı taktikanı hazırlamısan? Deyə bilərsənmi? Burada xüsusi bir nüans var. Deyənin tiresi olmur. Bilərəkdən birinci tire qoydum ki,
O hissədə gözü açıq olasınız. Biri var deyirəm ki, mən dərsləri oxumamışam deyə müraciətini sonlandırdı. Bu zaman artıq deyənin sol tərəfinə vergül və tire qoyulur. Amma sualı belə verirəm. Əziz müdavim, deyə bilərsənmi bugün niyə hava günəşlidir? Artıq buradakı deyə bizim tirəyə ehtiyac qoyduğumuz deyələrdən deyil. Mən bugün dərsə hazır deyiləm deyə həyəcanlandı. Orada artıq mən məcburən hazır deyiləm vergül tire daha sonra deyə yazmağa. Amma burada deyəni sizi çaşdırıblar. Deyə bilərsənmi mənasındadır. Ona görə də tire qoyulmur. Bəs deyirsiniz, ay müəllim, bəs niyə vergül qoymusunuz? Çünki vergül deyəyə aid, deyənin vergülü deyil. Bunun vergülüdür. Hazırlanmışsan, fikir bitirsə vergül qoyaram. Bəzən müdavim deyir ki, yarış üçün hansı taktikanı hazırlamışsan, elə oradan başlayım sual qoyumda. Mən sənə haqq verərdim. Amma belə dalbadal suallar niyə qoyulsun ki? Elə ondansa hələ fikir davam edirsə, yəni biz vergül qoyaq, ən sona sual gətirib qoyaq da. Məsələn, hava necədir? Sual. Böyük hərflə yazsalar ki, bugün özünü necə hiss edirsən? Yenə sual qoyaram. Sənin nəsə narahat etmir ki, yenə sual qoyaram. Bir şərtlə bir cümlədə, belə deyək də, bu tipli dalbadal suallar qoyarıq ki, hər dəfə böyük hərflə başlasın növbəti fikir. Yox, əgər mən məsələn elə buradan görürəm ki, balaca ilə davam etmişəmsə fikri, deməli o hissəyə mən hazırlamısan hissəsində sual yox, vergül qoymalıyam. Qoşa nöqtə, tire, vergül, vergül, sual. Cavab D variantı. Sual 5. Behişt sevinci ifadəsinin aslı tərəfinin fonetik təhlilinə aid hansı fikir səhvdir? Gəlin tələffüz edək. Behiş sevinci. Yadda saxlayın. Sonunda ş-tı, f-tı, x-tı tipli hərf birləşmələri olan söz tələffüz zamanı son samitin düşürür. İstərsə də o sözə samitlə başlayan başqa söz artıranda da yenə də səs düşür. Olur behiş bu formada. Sözdə səs uzanması baş verməyib. Doğrudur. Aslı tərəfə baxırıq. Kar, yəni ümumiyyətlə. Kar və cingiltili samitlərin sayı fərqlidir. Doğrudur. Baxın, bir cingiltili, iki kar var. Yazılış və derişi fərqlənmir. Axı fərqləndi. Yəni kəmiyyətin fərqi var da, səs düşüb. Cavab C variantı. Qarşılığı olmayan bir kar samit var. Bəli, behiş sözünə baxıram, çünki aslı tərəfə baxmalıyam. Qarşılığı olmayan bir kar samit var. Sözün yazılış və tələffüz arasında kəmiyyət fərqi var. Bəli, səs düşəndə kəmiyyət fərqi sayılır. 5-ci sualın cavabı olacaq C variantı. Sual 6 ilə davam edək. Hansı cümlənin tərkibindəki sözdə iki leksik şəkilçi bir hecada birləşib? Bunu bir nümunə ilə qısa izah edeyim. Məsələn, yazıram bura salamlaşdı. İndi bu sözü kök və şəkilçiyə ayıraq. İndi bu sözü hecalara ayıraq. Salamlaşdı. İndi özümüz görəcəyik ki, həqiqətən də bir hecada iki dənə leksik şəkilçi var. Bax, onu sizdən burada soruşuram. Cavabımız olacaq Y variantı. Görə niyə? Yaralanmışdır. Hecaları belədir. Amma kök və şəkilçiyə ayıranda yarmaqdan yara, yaralamaq, yaralanmaq. Gördünmü? Yenə də burada da bir hecada iki leksik şəkilçi oldu. Variant Y variantı. Məsələn, niyə D olmaz? Maraq sözün kökü maraqlan, maraqlandır, maraqlandırma, maraqlandırmamışdır. Yəni maraqlandırmışdır, maraqlandırmamışdır. Bu formada olanda görürəm ki, burada elə bir məqam yoxdur ki, bir hecaya iki dənə leksik şəkilçi yerləşsin. Və yaxud da hal, hallandırılmışdır. Burada da bir hecada iki leksik şəkilçi yoxdur. Unutqanlığımızdan, həmçinin burada da
qəlbimizdəkilərdən. Həmçinin burada da cavabımız olacaq 6-da Y variantı. Sual 7 ilə davam edək. Nümunələrdə fərqləndirilmiş sözlərdən hansı digərləri ilə eyni köklü deyil? Yazılan, yazışan, yazdıran, yazıcı. Hər biri düzəltmədir. Hər birinin kökü eyni nitq hissəsidir. Deməli, bunlar bir-biri ilə münasibətdə eyni köklü sayılırlar. Amma yazdığım sözü eyni köklü deyil, çünki yazdığım ümumiyyətlə sadə sözdür. Cavabımız olacaq 7-də A variantı. Sual 8-dən davam edək. Verilmiş nümunəyə aid yanlış fikri müəyyən edək. Bulaq başı toz olar, suyu saf və buz olar. Bulaq yiyəli hallı isimdir, konkretdir. Suyu tərsli hal şəkilçisi qəbul etmiş isimdir. Xeyr, öz suyu, onun suyu saf və buz olar. Yəni burada mənsubiyyət şəkilçisi qəbul edib. Cavabımız olacaq B variantı. Başı mənsubiyyət şəkilçisi qəbul edib. Bəli, bulağın başı, onun başı, öz başı. Birinci misradakı ikinci isim tərsli halla amonimli olan şəkilçi qəbul edib. Bəli, birinci misradakı ikinci isim mənsubiyyət şəkilçisi qəbul edib və o həmin mənsubiyyət şəkilçisi də tərsli halla amonim sayılır. Doğrudur. Nümunədə hal şəkilçilərindən heç biri işlənməmişdir. Bəli, görüntü olaraq nə yiyəliyin, nə yönlüyün, nə təsirliyin, nə yerliyin, nə də çıxışlığın nümunəsini tapırıq burada. Yəni, deyə bilmirik ki, hansısa söz yiyəli hal şəkilçili məsələn, sözdür, hansısa söz təsirli hal şəkilçili sözdür, deyə bilmirik. Cavabımız B variantı. Sual 9-la davam edək. Cümlələrdən birində ismin xüsusiyyətlərini özünə daşıyan sifətə rast gəlmək olmaz. Yəni, sifətin isimləşməsinə rast gəlmək olmaz. İgidlərimiz, yaşlıların, çətinlərini, yaxşılarını, hər birində sifətin üzərinə ismin ya cəm, ya mənsubiyyət, ya da hal kateqoriyasını əlavə ediblər. Belə əlavə varsa, deməli o artıq sifətin isimləşməsinə rast gəlmək deməkdir. A-nı, C-ni, D-ni, Y-ni bu səbəbdən çıxırıq. Cavab B variantı. Dəfələrlə dediyimiz bir qayda var. Gözəllik, yaxşılıq, çətinlik, yaşlılıq bunlar sifətin isimləşməsi deyil. Bunlar sifətdən ismi düzəltməyimizdir. Ona görə cavabımız olacaq B variantı. Yəni gözəllik sözündə ismin xüsusiyyətini özündə daşıyan sifət yoxdur. Gözəllik sözü çünki elə özü isimdir. Cavab B variantı. Sual 10. Nümunənin morfoloji təhlilinə aid hansı fikir yanlışdır? Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. Yanlışı istəyir. Nümunədəki fe'li sifətlər tərkib yaratmışdır. Bu doğru fikirdir. Baxın, bütün həyatım boyunca öyrəndiyim, həmişə əməl etdiyim, hər zaman cəhd etmək, heç vaxt təslim olmamaq. Bütün nümunə ilə tanış olduq və həm məsdər, həm də fe'li sifət. Yəni, nəinki fe'li sifətlər, hətta məsdərlər də tərkib yaratmışdır. A doğrudur. Təsriflənməyən fe'llərin hamısının quruluşca növü eynidir. Əslində eyni deyil. Öyrəndiyim sadə quruluşlu, əməl etdiyim mürəkkəb quruluşlu, cəhd etmək mürəkkəb quruluşlu, təslim olmamaq mürəkkəb quruluşludur. Yəni, öyrəndiyim sadə fe'li sifət, əməl etdiyim mürəkkəb fe'li sifət, cəhd etmək mürəkkəb məsdər, təslim olmamaq mürəkkəb məsdərdir. Cavabımız B variantı. Nümunədə adlı hallı sözə qoşulmuş qoşma işlənmişdir. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. Bəli, baxın, boyunca sözündə boyu ilə mənasındadır. Boyu orada mənsubiyyət şəkilçisi qəbul etmiş adlı hallı bir isimdir və ca orada birgəlik bildirən qoşmadır. Bu doğrudur. Nümunədə fe'li sifətə aid olan zaman zərfi işlənmişdir. Həmişə əməl etdiyim, bəli, həmişə zaman zərfidir və əməl etdiyim fe'li sifətinə aiddir. Nümunədə əşyanı müəyyən etmək üçün istifadə olunan əvəzliyə aid nümunə var. Yadda saxlayın.
Əşyanı ümumi şəkildə müəyyən etmək üçün istifadə olunan əvəzliklər deyəndə təyini əvəzliklər yadda saxlamalıyıq. Yəni hər, öz, bütün, filan, eyni. Ona görə bütün əvəzliyi varsa, əşyanı müəyyən etmək üçün istifadə olunan əvəzliyə aid nümunə var deməkdir. Cavabımız B variantı. Sual 11-dən davam edək. Cinayətin səbəbini araşdırmaq üçün mayor Rafael Muradov iclas otağında polkovnik Hüseynovu gözləyirdi. Nə edirdi? Gözləyirdi. Nə məqsədlə gözləyirdi? Cinayətin səbəbini araşdırmaq üçün. Kim gözləyirdi? Rafael Muradov. Hansı Rafael Muradov? Mayor Rafael Muradov. Harada? İclas otağında. Kimi? Hüseynovu. Hansı Hüseynovu? Polkovnik. Variantımız olacaq Y variantı. Zərflik, təyin, mübtəda, zərflik, təyin, tamamlıq və xəbər. Sual 12 ilə davam edək. Sualın yerinə hansı əməli yazının adını yazmaq olar? Saatlı rayon 2 saylı məktəbin direktoru Əz Abdullayev cənablarına həmin məktəbin 5B sinif şagirdi Sahib Əlioğlu Xəlilovdan ərizə. Məktəblər arasında keçirilən idman yarışında iştirak etmək üçün mənə 2 gün icazə verməyinizi xahiş edirəm. İmza, Xəlilovun imzası, bir də hansı tarix, neçənci il olmağı. Cavabımız olacaq B variantı. Sual 13-dən davam edək. Sən dəniz qoynuna tullanmış çiçək, üstünə dalğalar atılacaqdı. Saxta məhəbbətin saxta sənət tək nə vaxtsa üstündə tutulacaqdı. Yollar tək döşənib ayaqlarına sənə yalvarımmı? Bu mümkün deyil. Qoymaram qəlbim tək vüqarımsına, alçalıb yaşamaq ömür gün deyil. Demirəm sən uca bir dağsan əyil. Demirəm qalıbdır əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm, əl açım sənə. Bəli, deyir ki, şeir parçasının məzmunu ilə tam səsləşməyən hikmətli ifadəni seçin. Saxta məhəbbət gec-tez üzə çıxar, vüqarını qoruyan alçalmaz, həqiqi məhəbbət satılmaz, dilənilməz, əyilməyən sınar ancaq şərəfini saxlar. Ağıl ağıldan üstündür. Yəni burada hansısa belə deyim, müqayisədən söhbət gedə bilməz. Variantımız olacaq A variantı. Sual 14-dən davam edək. Mətnə əsasən cədvəldəki məlumatların uyğunluğunu müəyyənləşdirək. Dünyanın ən kiçik quşu olan arı quşu, yəni kolibri, cəmi 2 qram çəkiyə malikdir. Yer üzündəki ən kiçik quş növü sayılır. Kolibri saniyədə qanadını sürətlə 50 dəfəyə qədər çala bilir. Bu da ona havada sabit, asılı qalmaq imkanı verir. Sürətli maddələr mübadiləsinə görə kolibri gündə öz çəkisinin yarısı qədər, yəni 1 qram nektar içməlidir. Əks halda içməsə, bir neçə saatdan sonra həlak ola bilər. Alimlərin müəyyənləşdirdiyinə görə bu quşun ürəyi dəqiqədə 1200 dəfəyə qədər döyünür. Kolibri həm də quşlar arasında geriyə doğru uça bilən yeganə növdür. Kolibri əsasən isti iqlimli bölgələrdə yaşayır və soyuq iqlimə tab gətirə bilmədiyi üçün qışlamır, fasiləsiz qidalanmağa məcburdur. Uyğunluğu istəyir. Bu tiplərdə biz bilirik ki, doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldan da ehtimalı tapmalıyıq. Cavab B variantı 1, 2, 4, bir də 6. Kolibri öz çəkisinin təxminən yarısı qədər nektar içməlidir ki, həlak olmasın. Bu doğrudur. Kolibri geriyə doğru uça bilən yeganə quş növüdür. Bu da mətndə var idi. Görək bəs niyə 4 ehtimaldır? Kolibrinin kiçik bədən quruluşu onun az enerji sərf etməsinə səbəb olur. Bu haqda bir fikir yoxdur. Ehtimal ola bilər ki, kiçik bədən quruluşuna görə enerjisi az sərf olunur. Ehtimaldır. Nə doğrudur, nə də yanlışdır. Ehtimaldır. Fərz edirik ki, belədir. Kolibri dünyanın ən kiçik, amma ən ağır quşudur fikri səhvdir. Ən yüngül quşudur. Ona görə bu yanlışdan yanlışdır. Biz doğrudan doğruları tapdıq 1-2, ehtimalı tapdıq 4, yanlışdan da yanlış tapdıq 6. Cavabımız B variantı. Kolibri qanadlarını sürətli formada 50 dəfəyə qədər çala bilir və o havada sabit qala bilir. Bu ehtimal deyil axı, doğrudur, gerçəkdir. Ona görə bu səhv yerdə yazılıb, götürmürük.
Kolibri soyuq iqlimə dözümlü olmadığı üçün qışlaya bilmir. Bu doğru fikirdə niyə yanlışın altında yazılsın ki? Cavabımız oldu B variantı. Sual 15. Aşağıdakı cümlələrdən rabitəli mətn qurmaq üçün düzgün ardıcılığı müəyyən eləməliyik. Tədqiqatçılar bildirirlər ki, su dövranı bir neçə əsas mərhələdən ibarətdir. Buxarlanma, kondensasiya və yağıntı. Günəşin istiliyi nəticəsində su səthlərindən bu cür buxarlanma baş verir. Atmosferdə soyuyan su buxarı kondensasiya olunaraq buludları əmələ gətirir. Həmin əmələ gələn buludlarda toplanan su müəyyən həddə çatdıqda yağış və ya qar şəklində yer səthinə qayıdır. Bu proses, bayaqdan danışılan proses, təbiətdə daim təkrarlanaraq suyun davamlı dövriyyəsini təmin edir. Cavabımız oldu 3, 1, 2, 5, 4. B variantı. Sual 16 ilə davam edək. Son 10 illiklərdə iqlim dəyişikliyi nəticəsində bir çox bölgələrdə yağıntıların azalması və temperaturun yüksəlməsi müşahidə olunur. Bunun nəticəsində torpaqların nəmliyi azalır və əkin sahələri get-gedə məhsuldarlığını itirir. Düzgün suvarma sistemlərinin olmaması səbəbindən mövcud su ehtiyatları da səmərəsiz istifadə olunur. Torpağın quraqlaşması nəticəsində bitki örtüyü zəifləyir və bu da torpaq eroziyasının güclənməsinə səbəb olur. Məhsuldar torpaqların azalması nəticəsində kənd təsərrüfatı məhsullarının çatışmazlığı yaranır və bu ərzaq təhlükəsizliyinə təhdid yaradır. Beləliklə, iqlim dəyişikliyindən başlayan bir sıra səbəb-nəticə zənciri son nəticədə insan həyatına birbaşa təsir edən qlobal bir problemə çevrilir. Gələ görə bizdən nə istəyir? Ərzaq təhlükəsizliyinə təhdidin əsas səbəbi nədir? Məhsuldar torpaqların azalması nəticəsində məhsul çatışmazlığı, suvarma sistemlərinin təkmilləşdirilməsi deyil, torpaq eroziyasının dayanması deyil, yağıntıların artması deyil, bitki örtüyünün güclənməsi deyil. Biz belə deyək də mənfi bir şey tapmalıyıq cavabda. Ona görə variant olacaq D variantı. Əgər suvarma sistemlərinin təkmilləşdirsələr, eroziya dayansa, yağıntılar artsa, bitki örtüyünün güclənsə, o zaman belə deyək də problem yaranmaz. Ona görə cavabımız olacaq D variantı. Sual 17. Son illər ərzində dünya enerji istehlakının sürətlə artması ənənəvi yanacaq mənbələrinin tükənməsi təhlükəsini gündəmə gətirib. Bu səbəbdən bərpa olunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə marağın artması müşahidə olunur. Bu mənbələr ətraf mühitə zərər vermədən enerji istehsal etməyə imkan verir. Bəzi mütəxəssislər hesab edir ki, gələcəkdə dünya enerji ehtiyacının böyük hissəsi bərpa olunan mənbələrdən qarşılanacaq və buna enerji inqilabı deyirlər. Digərləri isə qeyd edir ki, hazırki texnologiyalar hələ də ənənəvi mənbələr qədər sabit və ucuz enerji təmin edə bilmir. Bu fikir ayrılığı bərpa olunan enerjinin gələcəyinə dair müxtəlif proqnozların yaranmasına səbəb olub. Bərpa olunan enerjinin geniş tətbiqi iqtisadi məsələləri də gündəmə gətirir. Məsələn, yeni enerji infrastrukturunun qurulması üçün böyük investisiyaların tələb olunması, mövcud enerji sektorunda iş yerlərinin dəyişməsi və enerji saxlama texnologiyalarının hələ də inkişaf mərhələsində olması kimi problemlər və daha az investisiya tələbi üçün tədbirlər görməmək mütəxəssislər arasında geniş müzakirə olunur. Buna baxmayaraq, bərpa olunan enerjinin düzgün tətbiqi halında həm iqtisadiyyata, həm də ətraf mühitə böyük fayda verə biləcəyi qənaətinə əksər tədqiqatçılar şərikdir. Mətndə enerji inqilabı termini nəyi ifadə edir? Gəl bir daha o hissəni tapaq. Bəzi mütəxəssislər hesab edir ki, gələcəkdə dünya enerji ehtiyacının böyük hissəsi bərpa olunan mənbələrdən qarşılanacaq və buna enerji inqilabı deyirlər. Aha, görək nəyi ifadə edir? Əlbəttə ki, dünya enerji ehtiyacının əsas hissəsinin bərpa olunan mənbələrdən qarşılanacağı fərziyyəsi. Cavabımız olacaq B variantı. Mətndə bərpa olunan enerjiyə şübhə ilə yanaşan mütəxəssislərin əsas arqumenti nədir? Hazırki texnologiyalar ənənəvi mənbələr qədər sabit və ucuz enerji təmin edə bilmir. Yəni, əsas
Səbəb onu deyirlər ki, hazırki texnologiyalar ənənəvi mənbələr qədər sabit və ucuz enerji təmin edə bilmir. Bərpa olunan enerji çox bahalıdır. Bərpa olunan enerji yalnız sənayedə tətbiq olunur. Bərpa olunan enerji ətraf mühitə zərər verir. Ənənəvi mənbələr tükənməz hesab olunur. Variantımız olacaq B variantı. Mətndə bərpa olunan enerji ilə bağlı qeyd olunan iqtisadi problemlərdən biri deyil. Bərpa olunan enerjinin ətraf mühitə zərəri bu haqda bir problem olduğu görünmür. Yeni infrastruktur üçün böyük investisiya tələbi, enerji sektorunda iş yerlərinin dəyişməsi, enerji saxlama texnologiyalarının inkişaf mərhələsində olması, daha az investisiya tələbi üçün tədbirlər görməmək. Amma bərpa olunan enerjinin ətrafa hansısa bir mühitə zərəri haqqında məlumat yoxdur. Şahmat 2 nəfərlik strategiya oyunudur. 64 xanalı lövhədə ağ və qara fiqurlarla oynanılır. Hər oyunçunun məqsədi rəqibin şahını mat etməkdir. Fiqurların hərəkəti qaydalarla ciddi şəkildə müəyyən olunub və oyun təsadüfdən asılı deyil. Yəni məntiq lazımdır. Təsadüfi uduram, qalib gəlirəm yox. Nərd şərq mənşəli zər atmaqla oynanılan strategiya oyunudur. Bax, hər ikisi strategiyadır. 2 nəfərlik formada, bu da 2 nəfər, bu da 2 nəfər, 24 xanalı lövhədə daşlarla oynanılır. Əsas məqsəd bütün daşları lövhədən çıxarmaqdır. Oyun həm strategiya, həm də zərin nəticəsindəki təsadüfdən asılıdır. Belə deyək də, zəri təsadüfi atırsan, amma daha sonrasını isə məntiqlə düşünürsən. Həm strategiya var, həm də təsadüf var burada. Maraqlıdır. Verilən mətnlərə aid uyğun fikri müəyyən edək. Gəlin edək. Cavabımız C variantıdır. A-ya 3'ü qoyursan, B-yə 2'ni qoyursan, C-yə də hansı ki bunların ortağına da 1, 4, 5'i qoyursan. Gəl ortadan başlayaq. Hər ikisinə uyğun. 2 nəfərlik oynanılır. Lövhə üzərində fiqur daşları olur. Strategiya tələb olunur. Bəli. Şahmata aiddir. Nəticə təsadüfdən asılı deyil. Bəli, şahmatda təsadüf deyil də, amma nərddə təsadüf idi həm də. A-ya 3 nəticə təsadüfdən deyil, əla. B-yə 2 zər atmaqla oynanılır, əla. Amma ortaqlarına dedik ki, aiddir 2 nəfərlik oynanılma, lövhə üzərində fiqurlar, daşların olması, strategiya olması. Variant C variantı. Əziz dəyərli müəllimlər, suallar tam imtahan səviyyəlidir. Ümid edirəm ki, izahlar yararlı oldu. Əgər yararlı oldusa, fikrinizi rəy bölməsində gözləyirəm. Nəticələrinizi də rəy bölməsində yazın. Mümkündürsə, qrupunuza qədər yazın. Filan qrup, ad, soyad, filan qədər nəticə.